وأشهد أن محمدا عبده ورسوله أما بعد. En birinci Allah'a həmd olsun, şükürlər olsun ki Allah Azze ve Celle bizi Ramazan ayına yetiştirib. Həqiqətən Ramazan ayına yetişmək Allah'tan büyük bir lütf, rəhmətdir. Həqiqətən Allah Azze ve Celle bu ayda çoxlu insanlara, çoxlu məxluqatından çoxlarına rəhm edir. Onları cəhənnəm əzabından azad edir. Onlara rəhm edir. Və ikincidə Əfsan müəllimə təşəkkür edirəm sizə hamınıza. Sonra istəyərdim mən də xatırlama edim bu Ramazan ayı haqqında. Necə ki bilirsiniz, Ramazan ayı Allah'tan böyük bir lütfdür, rəhmətdir. Və bu ay iman ayıdır. Bu ayın bəzi xüsusiyyətləri var. O xüsusiyyətlərdən ən birincisi bu ay iman ayıdır, iman. Ona görə elə Quran-ı Kərimdə ayətlər, oruc ayətləri başlayanda imanla başlayır. Allah Azze ve Celle buyurur ki: Ya eyyuhellezine amenu kutibe aleykumus-siyam kema kutibe alellezine min qablikum leallekum tettekun. Ey iman gətirənlər, sizdən əvvəlkilərə oruc vacib olduğu kimi sizə də vacib oldu ki, bəlkə Allah'tan qorxasınız. Deməli, bu ay iman ayıdır. Yəni, bu ayı Allah Azze ve Celle Ya eyyuhellezine amenu, oruc ayələrinə iman, ey iman gətirənlər sözü ilə başladı. Bu deməkdir ki, oruc ibadəti birbaşa imana bağlıdır. Yəni, bu nə deməkdir? Yəni, umumən Quran-ı Kərimdə bütün ayətlər bizdən nəyisə tələb edir. Bu alimlərin müqarrar etdiyi qaydadır ki, təqrir etdiyi, yəni qaydadır ki, Quran-ı Kərimin hər bir ayəsi bizdən nəyisə tələb edir. Ona görə Quran oxuyanda elə bir ayə keçib və o ayədə biz öz nəsibimizi görə bilmiriksə, o bizim elmimizin azlığındandır. Və Quran-ı Kərimdə Allah Teala buyuranda ki, Ya eyyuhellezine amenu, necə ki İbn Məsud radiyallahu anhu buyurur ki, fəər'i səm'ək, diqqətlə dinlə. Ya xeyirdir, Allah səni ora yönəldir, ya şərdir, səni ondan çəkindirir. Ona görə bu ay iman ayıdır, ən birinci olaraq. Ən birinci iman necə? Nə deməkdir iman ayıdır? Yəni, insan bu aydan böyük iman tərbiyəsi ilə çıxmalıdır. Bu ay onun imanına təsir etməlidir. Əgər insan bidət varsa, insan bidətlərini tərk etməlidir. Çünki ən şər işlər dində bidətlərdir. Peyğəmbər sallallahu aleyhi və səlləm hər cümə günü xütbəyə çıxanda deyirdi ki, kullu bid'atin dalalə. Hər zəlalət, hər bidət zəlalətdir. Və deyir ki, hər zəlalət də oddadır. Ona görə bu ay iman ayıdır, bidətləri tərk edən aydır. Və həmçinin bu ay asilikləri tərk edən aydır. O ay elə aydır ki, əgər bu ayda insanın hər hansı bir asiliyi varsa gərək onu tərk etsin. Bu ayda insanın kiməsə qarşı kin-kudurəti, pis niyyəti varsa onu tərk etsin. Necə ki İbn Məsud radiyallahu anhu deyir ki, böyük sahabi, o sahabi ki Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi ki onun haqqında, o nədən razıdır? Allah və Rasulü ondan razıdır. Və deyir ki İbn Məsud, biz heç kimə qəlbimizdə kin olaraq Ramazana girməyə cürət etməzdik. Cürət etməzdik ki, qəlbimizdə kin olaraq Ramazana girək, yəni və bizim qəlbimizdə kiməsə qarşı kin olsun, həsəd olsun. Çünki həqiqətən insanın qəlbində kin olanda xeyirlərlə onun arasına pərdə çəkilir. Vallahu yahulu beynəl abdi və qalbi. Allah qulu ilə qəlbi arasında pərdə çəkər. Necə ki Allah Azze ve Celle buyurur başqa ayda Asrifu an ayatiyəl-ləzinə təkəbbərunə fil-ardı bi qeyril-haqq. Yer üzərində təkəbbürlüklə gəzənlərdən ayətlərimizi çevirmişik. Ona görə insan qəlbinin təmizləməsi üçün bu ay çox böyük fürsətdir. Və həmçinin bu ay xüsusiyyətlərindən təqva ayıdır. Və eyni ayənin axırında Allah Azze ve Celle deyir ki, Lealləkum təttəqun, deyir, Allah'tan qorxasınız deyə. Deməli, bu ay təqva ayıdır. Deməli, bu aya girən insan təqva hiss etməlidir qəlbində. Və həmçinin bu aydan çıxanda, bu aydan qabaqki günahlar var, ora qayıtmamalıdır. Problemlərə qayıtmamalıdır. Tövbə etməlidir, bu ay tövbə ayıdır. Və həmçinin bu ayın xüsusiyyətlərindən bu ay oruc ayıdır. فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْ. Kim sizdən bu aya yetişərsə oruç tutsun. Və bu elə bir ibadətdir ki,
yeganə ibadətdir ki, Allah özünə xaslaşdırıb bu ibadəti. Və Allah Azze və yəni Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah Azze və Cəllə buyurdu ki, kullu ameli bəni Ədəmə ləh, Adəm evladının hər əməli onun özü üçündür. İllə savum, orucdan başqa, fəinnəhu li, o mənim üçündür, mən özümə xaslaşdırmışam. Və ənə əczi bihi, mən də onun mükafatını verəcəm. İbn-i Əsir, rahiməhullah, buyurur ki, nəyə görə Allah özünə xas edib bu orucu? Bu barədə çoxlu alimlərdən qovullar var, lakin İbn-iƏsirin sözü, yəni alimlər deyir ki, ən dəqiq sözlərdən biridir. Deyir ki, İbn-i Əsir, rahiməhullah, çünki orucla Allaha şərik qoşmaq olmur. Yəni, oruc elə bir ibadətdir ki, onunla Allaha şərik qoşulmur. Kimsə gedər, bütün qarşısında, pirin qarşısında səcdə edər. Allahdan qeyrisinə səcdə edər. Allaha şərik qoşar, namaz qılar, səcdə edər və s. Amma oruc tutaraq Allaha şərik qoşulmur. Ona görə Allah Azze və Cəllə o ibadəti özünə xas edib. Əgər özünə xas edibsə, deməli, bu ay diqqət etmək lazım oruca. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, فَإِذَا كَانَ يَوْمُ أَحَدِكُمْ فَلَا يَرْفَثْ وَلَا يَفْسُقْ فَإِذَا شَتَمَهُ أَحَدٌ فَقَالَ إِنِّ امْرُؤٌ صَائِمٌ. Deyir ki, sizdən biriniz oruç tutduğu gün rafas, boş sözlər danışmasın, mübahisə etməsin və fasik işlər görməsin. Əgər kimsə onu söyərsə, o desin ki, mən oruclu bir kişiyəm, yəni mən oruclu bir kəsəm, oruc tutmuşam, yəni olmaz məni söymək. Bax, İslamın əxlaqına, hətta söyən olsa belə, desən ki, mən orucam. Amma, yəni əxlaqsız insanlar edir, qaytarır söyüşü və biraz da artığını qaytarır, zülm edir. Vallahu la yuhibbul zalimin. Allah zülmədənləri sevməz. Cəza'us seyyiət seyyiətun misluhə fəmən afə və asləhə fəəcruhu aləllah. Vallahu la yuhibbul zalimin. Kim, yəni bir pisliyin mükafatı, qarşılığı onun qədər olan pislik. Yəni səni söyüblər, ən azından deyə bilərsən özünsən. Amma o pis söyüşü insan qaytarmağı düzgün deyil. Çünki müsəlmana söyüş söymək yaraşmaz. Və sonra buyurur ki, فَمَنْ عَفَى وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللّٰهِ. Əgər kim əff edib, islah edərsə, onun əcri Allahadır. وَاللّٰهُ لَا يُحِبُّ الظَّالِمِينَ. Əgər birdən sən ona artığını qaytararsan, onda sən zalimlardan olursan. وَاللّٰهُ لَا يُحِبُّ الظَّالِمِينَ. Allah zalimları sevməz. Və həmçinin bu ay cihad ayıdır. Bu ayın xüsusiyyətlərindən bu ay cihad ayıdır. İbn-i Rəcəb, rahiməhullah, Lətəiful Məarif kitabında buyurur ki, bu elə bir aydır ki, bu ayın gündüzü cihad və gecəsi cihaddır. Gündüzü oruc cihadı. Oruc həqiqətən cihaddır. Orucu düzgün tutmaq, onu qorumaq. Rubba saimin leysə ləhu min siyamihi illəl-cu'u vəl-ataş. Elə oruc tutan var ki, onun orucundan yalnız ona acılıq və susuzluq qalır. Subhanallah. Xüsrandır bu, uduzmaqdır bu. Və rubba qaimin leysə ləhu min qiyamihi illəl-tə'bu və səhar. Deyir ki, elə namaz qılan var ki, gecə namazları, təravih namazları, ona o namazdan yalnız yorğunçuluq və yuxusuzluq qalar. Deməli, insan əsas bu ayda ixlasa diqqət etməlidir. İbadətdə Allahın önündə olmağına diqqət etməlidir. Oruc həqiqətən cihaddır, gecə namazı cihaddır. Peyğəmbər sallallahu aleyhi ve sellem vəd edib ki, həmin insanın günahları əffə olunacaq. Mən sâmə Ramazanə imanə və ihtisabən ğufirə ləhu mə təqəddəmə min zənbi. Kim Ramazanı iman edərək, savabını Allahdan umaraq oruç tutarsa, onun keçmiş günahları bağışlanar. Və həmçinin buyurur ki, kim Ramazanı gecə namazı, yəni təravih namazını qılarsa, iman edərək Allahdan savabını umaraq onun keçmiş günahları bağışlanar. Deməli, bu ayı diqqət etmək lazım. Yəni, gələndə təravih namazını nə vaxt görəsən, nə vaxt qutaracaq? Görəsən, nə vaxt bitəcək? Belə fikirlər yox. Yəni, o namazdan ləzzət almaq, Fatihə surəsini tədəbbür etmək. Ən azından Fatihə surəsinin mənasını bilirik. Allah Azze və Celle buyurur ki, Elhamdülillah Rabbil Alemin. Deməli, aləmlərin Rəbbi olan Allaha həmd etmək lazım. Çünki aləmlərin Rəbbidir, bizi bəsləyib. Ar-Rahman, Ar-Rahim, Ar-Rahman, Ar-Rahimdir.
Nə vaxt tövbə etsəm məni bağışlayacaq, əfv edəcək. Məlik yevmiddin, gərək mən çox arxain olmayım, çünki qiyamət günü onun qarşısında dayanacam. Və ennə ilə rabbikəl muntəhə, yəni sonuc Allah'ta dayanacaq. Hər kəs Allahın huzurunda cavab verəcək. Və Allah Azze və Celle heç vaxt yəni müttəqilərin əcirlərini izah etməyəcək. فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ. Kim cəhənnəmdən uzaqlaşdırılıb cənnətə daxil ediləcəksə o nicat tapacaq. Ona görə insan gərək ibadətlərində yəni Allahla əlaqədə olsun. Yəni sadəcə adət olaraq yox, ibadət olaraq etsin. Bəzən şeytan gələr insana vəsvəsə edir, bunu adətə çevirir. Ona görə insan ixlaslı olmalıdır. Və həmçinin alimlər deyir ki, nəyə görə Allah orucu özünə xas edib? Çünki oruc ixlas yaradır insanda. Heç kim səni görmədən sən yemirsən, içmirsən, orucu tamamlayırsan və uzaq olursan orucu pozan müfattiratdan, orucu pozan şeylərdən və bu da ixlas yaradır insanda. Ona görə yəni oruca diqqət etmək lazım. Və həmçinin bu ayın xüsusiyyətlərindən bu ay Qur'an ayıdır. Qur'an Şəhr-ü Ramazan-əlləzi unzilə fihil Qur'an. Deyir ki, o aydır ki, bu ayda Qur'an nazil olub. Deməli, İnnə ənzəlnəhu fi leylətin mübarəkə İnnə kunnə munzirin. Biz onu mübarək bir gecədə nazil etdik, yəni Qədr gecəsində. Yəni Qur'an əgər bu ayda nazil olubsa, deməli bu ayda Qur'ana diqqət etmək lazım. Bacaran qədər Qur'anı oxumaq və onu tədəbbür etmək lazım. Və bu axırıncı fayda ilə də inşallah tamamlayayım və çox sizi yormayayım. Və necə ki alimlər deyir, Qur'anın 3 dənə nazil olma məqsədi var. O nazil olma məqsədlərindən biri Qur'anı oxumaqdır. Allah Azze və Celle buyurur ki, Əfələ vərattilil Qur'anı tərtilə. Qur'anı aramla, tərtillə oxu, təcvidlə oxu. Ey müsəlman, təcvidi öyrən. Bu ayə dəlildir ki, təcvid vacibdir. Ona əməl etmək vacibdir. Hətta qaydalarını belə elmi şəkildə bilməsək belə onu təcvidlə oxumaq vacibdir. Hər bir müsəlmana bu əmrdir. Vərattil. Ey mömin, ey müsəlman, tərtil et Qur'anı. Aramla oxu, gözəl oxu. Və həmçinin Allah Azze və Celle buyurur, فَقْرَعُوا مَا تَيَسَّرَ مِنْ. Qur'andan sənə asan olan qədər oxu. Və həmçinin Allah Azze və Celle buyurur ki, اَلَّذِينَ أَتَيْنَهُمُ الْكِتَابِ يَتْلُونَهُ حَقَّ تِلَوَّتِهِ اُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ. Kitab verdiğimiz kəslər onu haqqı ilə tilavət edənlərdir və onlar da əsl iman gətirənlər. Baxın, deməli, oxumaq, Qur'anı oxumaq məqsədlərdən biridir, oxumaq lazım. Və həmçinin məqsədlərdən biri, ikincisi, Qur'anı tədəbbür etmək, tədəbbür. Qur'an tədəbbür üçün nazil olub. Əfələ yətədəbbərunəl Qur'an, əm alə qulubin əqfəluhə. Deyir ki, onlar Qur'anı tədəbbür etməzlərmi, yoxsa onların qəlbində qıfıl mı var? Deməli, Qur'anı tədəbbür etməyən qəlbdə qıfıl olur. Nə qədər insan Qur'anı tədəbbür edərsə, o qədər onun qəlbinin qıfılları açılır. Qəlbinə hidayət, nur gəlir. Allah Azze və Celle buyurur, bu da insanın çalışqanlığına bağlıdır. İnna Allah la yughayyiru ma bi qawmin hatta yughayyiru ma bi anfusihim. Allah bir qövmdə olan mələri dəyişməz. Onlar özlərində olan məni dəyişməyincə. Alimlər burada 2 dənə mə hərf, mə istifhamiyə var. Nə deməkdir mə? Yəni Allah insanlarda olan bəlaları, müsibətləri, cahillikləri götürməz. Onlar özlərini dəyişməyincə. İnna Allah la yughayyiru ni'matan ən'aməhə alə qovmin həttə yughayyiru mə bi anfusihim. Allah bir qövmə verdiyi neymətini aradan götürməz, onlar özlərini dəyişməyincə. Bəli, insan qövmündən neymət nə vaxt gedir? Onlar o qövmə, o neymətə şükür etmədikcə, etməyəndə Allah təala alır neyməti. Nə qədər şükür edərsə, in şəkərtum ləzidənnəkum. Əgər şükür etsə, sizə olan neymətimi artıraram. Ona görə Qur'anın məqsədlərindən bir tədəbbür etməkdir, Qur'anı başa düşməkdir. Deyir ki, Sufyan Əth-Thawri, böyük imam, rahiməhullah, buyurur ki, yəni Allah bu Qur'anı tədəbbür etmək üçün nazil edib, lakin insanlar onu oxumağı deyir, əməl hesab edirlər. Yəni, oxumaq əməldir, amma tədəbbür də məqsədlərdən biridir, gərək insan tədəbbür etsin. Və həmçinin Qur'anın məqsədlərindən Qur'ana əməl etmək. Mən amilə salihəm min zəkərin əunsə və huvə mu'minun fəuləikə. Yəni, kim sizdən salih əməl edərək, mömin olaraq salih əməl işləyərsə, kişi və qadın fələnuhiyyənəhu həyətən tayyibə. Onlara
pak, gözəl həyat yaşadarıq. Mən amilə salihən fəli nəfsi və mən əsaə fəaleyhə. Kim salih əməl edərsə onun özü üçündür və kim pis əməl edərsə onun əleyhinədir. Və bir nöqtəni bu üçüncü əməl idi, hansı ki Qur'anın məqsədlərindən biri və bir faydanı da qısa olaraq deyim, çox mühüm faydadır. Ola bilsin ki Allah təbarəkə və teala işlənlər üçün faydalı etsin və bu ay dəvət ayıdır. Baxırsan insanın evində oruç tutmayan bir kəs var və onu yuxudan oyatmır. Demir ki ona oruç tut, Allah bu orucu vacib edib sənə və sən sağlamsan, əlhamdülillah. Əgər xəstə olsaydın, xəstəlik səbəbi ilə tuta bilməyəsiydin. Amma Allah səni sağlam etdi, gələk bu şükürə görə, bu neymətə görə Allaha şükür edəsən. O şükürlərdən biri də oruç tutmaqdır. Bu elə bir ibadətdir ki Allah bu ilə sınıyıb. Bax, zəkat pulla olan, namaz bədənlə olan, oruc ac qalmaq, şəhvəti tərk etməklə olan, həcc hər tərəfli ibadətdir. Deməli, bu ibadətlərlə Allah insanların qulluğunu yoxlayır. Müxtəlif. Ola bilsin, elə insan var ki, oruç tutmaq ona asandır, amma namaz qıla bilmir. Deməli, o düzgün qul deyil. Ola bilsin, namaz qılır, oruç tutma, zəkat verə bilmir. Deməli, o düzgün qul deyil. Hər tərəfli qul olmaq lazım. Ya eyyuhellezine amenu dukhulu fis-silmi kəffətən. Ey iman gətirənlər, ey insanlar, yəni İslam'a tamlıqla girin. Tamlıqla. Ona görə insan hər tərəfli müsəlman olmalıdır. Bu ay dəvət ayıdır. Bil ki, bu ayda şeytanlar zincirlənib, rəhmət qapıları açılıb, cəhənnəmin qapıları bağlanıb, cənnətin qapıları açılıb, göyün qapıları açılıb. Bir rəvayətdə gəlir ki, göyün qapıları açılıb. Bir rəvayətdə gəlir cənnətin qapıları açılıb. Bir rəvayətdə gəlir rəhmət qapıları açılıb. Həmin rəvayətdə gəlir ki, deyir, Vasul nusiləti şəyatin, şeytanlar zincirlənib. Əgər şeytan zincirlənibsə, onda xeyrə dəvət etmək asandır. O asi insanları dəvət et. Onlara dinən ki, gəl xeyrə, ya bəğiyəl xeyri, əqbil. Ey xeyr istəyən, gəl xeyrə. Hədisdə gəl. Ya bəğiyəl şərri, əqsir. Ey şər istəyən, şərindən uzaq dur. Bu ay elə bir aydır ki, vəsvəsələrin az olduğu ay dəvət edəsən, gərək nəsiyyət edəsən. Vallahi bu ayda olan nəsiyyət təsir edir. Elə olmasın ki, ailələrimizdə kimsə namaz qılmasın. Elə olmasın ki, ailələrimizdə kimsə oruç tutmasın. Elə olmasın ki, ailələrimizdə kimsə Allaha asi olsun. Gələk bunu aradan qaldırıb, bunu özümüzə dərd edək. Və Allah Azə və Cəl deyirəm ki, millətimizi hidayət etsin və bizi tohid üzərində sabit etsin. Dünyada sabit qovul, la iləhə illallah üzərində yaşayıb və axır kəlməmiz də la iləhə illallah olmağı bizə məvfəq etsin. Və axiru da'vana enelhamdülillahi rabbil alemin. Subhanəkəllahumma və bihamdik. Əşhədu an la iləhə illə ənt, əstəğfiruka və